Bakının Sabunçu rayonunda ev almaq istəyən şəxs dələduzluqla üzləşib. Bərdə rayon sakini 1988-ci il təvəllüdlü Rasim İsmailov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə kreditlə ev almaq istəyən şəxsi aldadıb. İsmailov bu işdə təcrübəsi olduğunu bildirərək zərərçəkmişin etibarını qazanıb. O kreditlə ev alanların növbə siyasına güya zərərçəkmişin adını önə çəkdirəcəyini vəd edərək onu aldadıb. Yalan vədlər verən İsmailov 2025-ci ilin müxtəlif vaxtlarında zərərçəkmişdən ümumilikdə 3400 manat alaraq ona qarşı dələduzluq edib. Zərərçəkmiş şəxsin şikayəti əsasında İsmailov barəsində Cinayət Məcəlləsinin 178.1-ci dələduzluq maddəsi ilə ittiham elan edilib. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O və barəsində olan cinayət təqibinə amnistiya aktı tətbiq edilməklə xitam verilməsini xahiş edib. Zərərçəkmiş şəxs də ifadəsində təqsirlənən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti olmadığını bildirib. Sabunçu rayon məhkəməsinin hökmü ilə Rasim İsmailov barəsində amnistiya aktı tətbiq edilib və o cinayət məsuliyyətindən azad edilib. Həmçinin İsmailovun barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib. Bundan başqa Fövqəladə Hallar Nazirliyinə mühafizəçi işinə düzəlmək istəyən şəxs dələduzluqla üzləşib. Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Abbas Məmmədov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Əhmədə özünü nüfuzlu şəxs kimi təqdim edib. O, Əhmədin qohumu Fəhmini Fövqəladə Hallar Nazirliyində mühafizəçi kimi işə düzəldəcəyi barədə vəd verib və bu adla uydurduğu yalanı inandıraraq onun etibarını qazanıb. Daha sonra həmin etibardan sui-istifadə edərək güya onun işini həll edilməsi müqabilində aidiyyatı şəxslərə çatdırılması adı ilə Əhməddən 2024-cü ilin müxtəlif vaxtlarında Fəhminə məxsus olan 2600 manatı ələ keçirməklə dələduzluq edib. Fəhminin şikayəti əsasında Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham elan edilib. Təqsirlənən şəxs İş üzrə ittihamla özünü təqsirli bilib. O zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödəndiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirib. O həmçinin yazılı ərizə təqdim edərək barəsində amnistiya aktının tətbiq edilməsini və iş üzrə icraata xitam verilməsini barədə xahiş edib. Sabunçu rayon məhkəməsinin hökmü ilə Məmmədovun barəsində amnistiya aktı tətbiq edilib və o cinayət məsuliyyətindən azad edilib.